Verilmiş kəsrlərdən hansı ən kiçikdir? Biz bilirik ki, kəsrləri müqayisə etmək üçün öncə bunları ortaq məxrəcə gətirməyimiz lazımdır. Və məxrəcləri eyni olan kəsrlərdən sürəti böyük olan böyük, kiçik olansa kiçik olmuş olur. Lakin burada verilən kəsrlərin hamısı bir-birindən fərqli olduğunu və bunları ortaq məxrəcə gətirməyin çətin olduğunu görürük. Amma burada diqqətlə baxsaq görərik ki, hər bir kəsrdə sürət və məxrəc arasındakı fərq 2 vahiddir. Yəni 12-dən 10 çıxsaq 2-yə bərabərdir, 18-dən 16 çıxsaq 2-yə, 26-dan 24 çıxsaq 2-yə bərabərdir. Biz burada bu qaydadan istifadə edə bilərik. Ümumi olaraq deyə bilərik ki, məsələn, 1 bölünsün 2 0,5-ə bərabərdir. 2 bölünsün 3 təqribən 0,6-ya bərabərdir. 3 bölünsün 4 0,75-ə bərabərdir. Baxın, burada gördüyümüz bu 3 kəsirin hər üçündə də sürət və məxrəc arasındakı fərq 1-ə bərabər olsa da, kəsirin sürət və məxrəcindəki ədədlər böyüdükcə onların nisbətləri də böyür. Deməli, onda biz buradan bu qaydaya əsasən deyə bilərik ki, kəsirlər içərisində ən böyüyü D variantı olmuş olur, ən kiçiyi isə A variantı olmuş olur. Bu da bizdən ən kiçiyi soruşduğu üçün doğru cavab A variantı olur.